Grafikdə çiçəkli bitkinin transpirasiyasının intensivliyi zamanı grafik verilib. Grafik gözümüzün qarşısındadır. Bu grafikə əsasən doğru olan fikirləri müəyyən edək. 0-T1 aralığında intensivliyi artıb, T1, T2'də azalıb, T2, T3'də yenə artıb. Baxaq. 0-T1 zamanı aralığında yarpaqların ağızcıqları açıq olmuşdur. Düz deyir. Əgər artırdısa intensivliyi, deməli ağızcıqlar yarpaqlarda açıq vəziyyətdə olub. Biri doğru variant kimi götürərəm. T1, T2 zaman aralığında hava küləkli olub. Əgər intensivliyi azalıbsa, hava küləkli olub deyir, səhvdir. Çünki azalıb artmalıydı. 2 səhvdir. Bitkidə 0-T1, daha sonra T2, T3 aralıqlarında yalnız bir fotosintez getmişdir. Fotosintez getməz. Yalnız sözün yazdığına göre silirəm. Ama sadece yazsaydı fotosintez gedib doğru variantını götürərdim. Yalnız fotosintez getməyib, transpirasiyada gedib. T1, T2 zaman aralığında havanın azalıb. 4'ü götürərəm. 0-T1, T2, T3 zaman aralıqlarında torpaqda udulan suyun miqdarı artıb. Transpirasiya hər şey artıbsa, əlbəttə torpaqda udulan suyun miqdarı da artıb. Daha yaxşı fotosintez edir bu bitki. Daha yaxşı suyu buxarlandırırsa, deməli torpaqda udulan suyun miqdarı dayanmadan artır bu da. Bilinen bitkilerin çiçəklərindəki erkəkliklərin sayının artma ardıcıllığını müəyyən edin. Deməli bu sual elə bir əsaslı sualdır ki, siz bilməlisiniz, örtü toxumlarda hansı fəsillələrə aid olmağını bilməlisiniz və çiçək düsturlarının hamısını bilməlisiniz. Bir sual əsallar fəsiləsinə aiddir, 10 erkəkciyi var. Quşəbəyi xaç çiçəklər fəsiləsinə aiddir, 6 erkəkciyi var. Qarğıdalı taxıllara aiddir, 3 erkəkciyi var. Tütün, badımcan çiçəklərə aiddir, 5 erkəkciyi var. Eyni zamanda badımcan çiçəklərin zəhərli nümayəndələri var. Yəni daha çoxdur, belə deyim. Zəhərli nümayəndələr gül çiçəklilərdə də var, amma ən çox baxaq. Nəzakət kömək eləməklə postembryonal inkişaf dövründə qan dövranının sayı artır. Yəni göl qurbağasında. Əvvəl 2 kameralı ürək olur. Ay, sağ ol. Ömçə buyruğunda. Sonra da 3 kameralı ürək olurdu. Ay, sağ ol. Onurğası 2 şöbədən ibarətdir. Bəli. Sonra erkək fərdləri homoqametdir. Yəni XX-dir. Ay, sağ ol. Tısbağa ola bilər. Ay, sağ ol. Tısbağa. Sonra təlxə. Təlxə də ola bilər. Amin turşu sayını hesablamaq üçün bilmək lazımdır. MRND-dəki kodon sayını bilmək lazımdır. Bəli, çünki triplet bərabərdir kodon, bərabərdir amin turşu. Biri dəqiq bilməliyəm. Gendə nukleotid sayı, bəli, neçə nukleotid olduğunu bilməliyik. Məsələn, 3 dənə nukleotidir, bəli. Bir dənəsi olursa, bir dənəsi Kodlaşdırır. 3 nukleotidi bir dənə amin turşu kodlaşdırır, ona görə düz deyirsən. Yaranan peptid rabitələrin sayı, peptid rabitələrin sayını bilməliyik. N-1. Bəli, bilməliyik də. Bəli. Zəncir üçün N-2-dir. Bir tərəf molekul üçün N-2-dir. Zəncir üçün N-1-dir. 4. Ribosomların sayını zülallarla bağlı olduğuna görə, bu zülallarla ümumiyyətlə bağlıdır. Ribosomların sayını bilərək onu tapa bilmərik. Qazı azdır, amma oksigen çoxdur. Karbon azdır, oksigen çoxdursa, deməli bu arteriyadır. X arteriyadır. Rəngi dəyişir. Digərində də oksigen azdır, karbon çoxdur. Bu da vena olsun, venamız olsun. Bir arteriya, bir də venadır. Bir də deyir, Y damarı ilə axan qanın tərkibində zərərli maddələr az olur. Y vena damarıdır. Əlbəttə təmizlənir, venaya keçir, orada az olur bütün zərərli maddələr. Bir doğrudur. X damarı ilə axan qan bilavasitə aşağı boş venaya tökülür. X arteriya ilə axan bir qan aşağı boş venaya tökülür bilavasitə. Aşağı boş venaya. Böbrəklərə tökülər. Böbrəklərə tökülər. 2 səhvdir.
Y damarı ilə qan bilavasitə qarın ortasından alır. Y damarı qanı bilavasitə. Y deməli vena qanı qarın ortasından alır. Böbrək venası olsa böbrək arteriyasından başlanğıc götürərlər. 3 də səhvdir. 3-ü 2-ni çıxıram cavablarımdan. Elə cavabım çıxdı 1, 4, 5. Baxaq yenə də. Deməli, X damarı ilə 1 dəqiqədə böbrəyə 0,5 litr qan gələr. 1 dəqiqədə 1 litr qan gəlir. Əgər burada bir böbrəkdən söhbət gedirsə 0,5 bəli. Çünki 1 dəqiqədə 1 litr 2 dənə böbrəkdən qan gəlir. Bir böbrəkdən də 0,5 litr qan gələr. 4 doğru variantımdır. Y damarı ilə axan qan aşağı boş venaya tökülür. Düzdür. Y venayı da aşağı boş venaya tökülür. 1, 4.